Salam şagirdlər, bugünkü dərsimizin mövzusu suda, quruda yaşayanlar sinfidir. Bu mövzu ilə bağlı uşaqlar deməli videonun altına şərhlər bölməsinə link qoyacağam. Ora daxil olub mövzu ilə bağlı sualları cavablandıra bilərsiniz. O sizin mövzunu nə dərəcədə qavradığınızı göstərəcəkdir. Orada siz səhv düzünüzü görə bilərsiniz və topladığınız balı görə bilərsiniz. Onu da deyim ki, əgər abunə deyilsinizsə, abunə olub müəlliməyə dəstək ola bilərsiniz şagirdlər. Keçək dərsimizə. Suda quruda yaşayanlar başqa adla bilirik ki, amfibilər adlanır. Amfibi də nə deməkdir? Yəni ikili həyat. Bunlar həm su mühitində, həm quru mühitində yaşayan canlılardır. Suda quruda yaşayanlar sinfi quyruqlular, quyruqsuzlar və ayaqsızlar dəstələrinə bölünür. Biz bugün dərsi quyruqsuzlar dəstəsinin nümayəndəsi olan qurbağa üzərində öyrənəcəyik. Qurbağanın bədəni hansı hissələrdən ibarətdir? Baş hissədən, gövdədən və ətraflardan. Baş bədənə boyunsuz baxırsız birləşibdir. Bədən dəri ilə örtülüdür. Bunlarda dəri nəm olur daim, çünki bunlarda dəri də tənəffüsdə iştirak edir. Başda nələr var? Ağız vardır, burun dəlikləri var. Bunların burun dəlikləri şagirdlər tənəffüs və qoxuda rol oynayır. Balıqları xatırlayırsınızsa, onlarda sadəcə qoxuda rol oynayırdı. Bunlarda bir cüt göz var, başda təbil pərdəsi görürük. Yəni bunlarda həm orta, həm daxili qulaq var. Amma balıqlarda yadınıza gəlirsə, orta qulaq yox idi. Yəni sadəcə daxili qulaq var idi. Belə bu başdakı orqanları idi. Ətraflarına keçək. Ön ətrafları, bazu hissəsi aid ön pəncədə 4 barmaq var. Arxa ətraflar bud, baldır və arxa pəncədə 5 barmaq var. Barmaqlar arasında üzmə pərdəsi görürük ki, bu sadəcə arxa ətraf barmaqlarında, yəni pəncəsində olur. Bu da hər ətrafda 4 dənə, ümumi 8 dənə bunun üzmə pərdə sayı olur. Skeleti ilə davam eləsək, skelet başın skeleti, onurğa sütununa nə aiddir? Bir boyun, 7 gövdə, 1 oma və 1 quyruq sümüyü aiddir. Onurğasında şagirdlər ümumi neçə sümük olmuş oldu? 10 dənə. Bunların cəmi, bayaq saydıqlarımın cəmi 10 dənə olmuş olur. Ətrafların skeleti bölünür qurşaq hissə və sərbəst hissəyə. Ön ətrafın qurşaq hissəsinə biz buna çiyin qurşağı da deyə bilərik. Testlərdə bu cür də qarşınıza çıxa bilər. Bu ibarətdir hansı hissələrdən? Kürək 2 ədəd, körpücük 2 ədəd, qarğa 2 ədəd və döş sümüyü 1 ədəd. Bu döş sümüyü şagirdlər bundan sonra öyrənəcəyiniz canlılar, yəni hansı canlılar? Sürünəməlilər. Bunlarda döş qəfəsi var. Qabırğalar olduğuna görə döş sümüyü birləşir qabırğalara, döş qəfəsi əmələ gəlir. Amma qurbağada həqiqi qabırğalar olmadığına görə bunların döş sümüyü birləşdi, çiyin qurşaq sümüklərinə birləşmiş oldu. Arxa ətraflı, ön ətrafın qurşağına dedik hansı sümüklər aid oldu? Geri qayıtdıq. Bu neçə sümükdür şagirdlər? Kürək, körpücük, qarğa, döş. Deməli, neçə müxtəlif sümükdən təşkil olundu? 4 müxtəlif sümükdən və bu sümüklərin sayıları cəmi neçədir? Deməli, 6 və 1 cəmi oldu neçə? 7 dənə sümük. Deməli, bunların çiyin qurşağında və ya ön ətrafın qurşağında 7 sümük var. Sərbəst hissəsinə bazu, said hərəsindən 2 ayağı nəzərdə tutsaq 2, 2. Ön pəncədə isə birində 4, ikisi birlikdə 8 barmaq oldu. Arxa ətrafına baxsaq, bunların qurşaq hissəsinə çanaq sümükləri aiddir. Bunların sayı 2 ədəddir. Sərbəst hissəyə bud, baldır və arxa pəncə aiddir. Arxa pəncəsində 5 barmaq var. Bizdən soruşsa ki, qurbağanın ümumi neçə barmağı var? Onun 8 dənə barmağı var. Bəs barmaqlar arasında pərdə sayı neçə idi? Bayaq baxmışdıq. Bir ətrafda 4-dürsə, ümumi 8 olmuş olur. Belə həzm sistemi ilə davam edirik. Bu qurbağa həşərat yeyən canlıdır.
Yapışqanlı dili vasitəsilə həşəratları tutdu, qida ağıza, udlağa, qida borusu, mədə, ondan sonra bağırsaqlar və bağırsaqların axarı klaukaya açılır. Bunlarda həzmdə mədə altı vəzi və qaraciyərdə iştirak edir. Bu həzm sistemi ardıcıllığı idi. Gəldik tənəffüs sistemi. Bunlarda tənəffüsdə həm dəri, nəm dəri, eyni zamanda ağciyərlər də iştirak edir. Tənəffüs necə baş verdi? Bayaq saydığımız sürünənlər, quşlar və məməlilərdə qabırğalar vardı demişdik. Onlarda şagirdlər qabırğa arası əzələ yığılaraq döş boşluğu genişlənir və həmin hissəyə hava da, yəni ağciyərlərə uzanıb hava daxil olur və qazlar mübadiləsi gedir. Bunlarda qabırğa olmadığına görə başdakı əzələlər yığılır, çənə altı dəri dartılır və hava daxil oldu burun dəlikləri ilə və gəlir ağciyərlərə. Ağciyərlərdə bu səfər qazlar mübadiləsi baş verir. Davam edirik qan dövranı ilə. Bunlarda qan dövranı iki hissədən, kiçik və böyük qan dövranından ibarət, amma balıqda bir qan dövranı var idi. Ürək 3 kameralıdır şagirdlər. Sol qulaqcıqda arterial, sağ qulaqcıqda venoz, mədəcikdə isə hər iki qan qarışmış olur. Kiçik qan dövranı ilə davam eləsək, qan dövranları mədəciklə başlayır. Mədəcik qanı, kiçik qan dövranı mahiyyəti odur ki, ürəkdə olan karbonla zəngin qan, tənəffüs orqanı istəyir ağciyər, istəyir dəri, tənəffüs orqanında arterial qana çevrilib ürəyə geri qayıdır. Yəni mədəcik ağciyər arteriyası, bu damarın adı niyə belə adlanır? Ürəkdən orqanlara gedən damar, arteriya damarı ağciyərə gedirsə, bu nədir? Ağciyər arteriyasıdır. Bu damarın içində hansı qan olacaq şagirdlər? Venoz qan olur. Ağciyərlərdə venoz qan çevrilir arterial qana və ağciyər venası ilə, yəni orqandan ürəyə qayıdan damardır. Bu, ağciyərdən qayıtdığına görə ağciyər venası adlandı. Ağciyər venası ilə ürəyə qayıtdı arterial qan. Bu da sol qulaqcığa qayıtmış olur, yəni bu nahiyəyə qayıtdı. Sonra böyük qan dövranı başlayır. Böyük qan dövranında mədəcikdə həm qarışıq, həm arterial qan var. Yəni qarışdı əslində, sadəcə başa gedən damar elə başlanğıc götürür ki, hələ qan qarışmamış, o bu damar vasitəsilə gedir başa və başına sırf arterial qan getmiş olur. Yəni mədəciklə arteriya damarları vasitəsilə bədənə qarışıq, başa arterial qan getdi. Deməli, böyük qan dövranında həm arterial qan çıxdı, həm qarışıq qan çıxdı. Orqan və toxumalarda o venoz qana çevrildi. Vena damarları ilə, yəni ürəyə qayıdan damarlar vasitəsilə ürəyə, yəni bunların sağ qulaqcığına venoz qan qayıtdı. Bu, onların qan dövranı idi şagirdlər. İfrazat sistemi bir cüt böyrəklərdən, bunlardan çıxan sidik axarları, iki paylı sidik kisəsi və bunların sidik kisənin axarlarında qılır. Deməli, həm həzm, həm ifrazat, həm də şagirdlər cinsiyyət sisteminin axarları bunlarda açılır klaukaya. Sinir sistemi bunlarda, sinir sistemi balıqlardakı kimi baş beyindən və onurğa beyindən, onlardan çıxan sinirlərdən ibarətdir. Baş beyin yenə 5 şöbəlidir. Sadəcə balıqlardan fərqli olaraq bunlarda ön beyin daha yaxşı inkişaf edib, hərəkəti nizamlayan beyincik isə zəif inkişaf edib, çünki bunlar balıqlara nisbətən daha pasiv həyat tərzi keçirir. Hiss orqanları, əslində hiss orqanlarından bayaq danışdıq biz, bir də təkrar olmasın. Əslində bunları danışmışıq. Keçək bunu. Qurbağanın çoxalması və inkişafı necə gedir? Qurbağalar şagirdlər adətən isti havalar, yəni yazda kürü qoyurlar və bunlarda mayalanma xaricidir. Erkəklər dişiləri tapmaq üçün erkəklərdə nə var? Rezonator, yəni səs gücləndiricilər olur, bu dişilərdə olmur. Dişi kürünü qoyduqdan sonra erkək ora spermatozoid tökür və nəticədə bu kürülər müəyyən müddət, məsələn 2 həftə qədər müddətdə inkişaf edir və kürüdən sürfə çıxır. Şagirdlər, kürüdən sürfənin çıxması üçün də yenə müəyyən temperatur lazımdır. Əgər kürü qoyulandan sonra qar yağdı, şaxta oldusa, bu kürüdən sürfə inkişaf eləməz. Kürüdən sürfə inkişaf elədikdən sonra bu ardıcıllıq şagirdlər testlərə düşür.
Bu hansı ardıcıllıq? Deməli, birinci xarici qəlsəmə ilə tənəffüs elədi, həmin o sürfələr. Sonra daxili qəlsəmələrlə tənəffüs elədi. Deməli, bunların balığa oxşar xüsusiyyətləri var. Sonra şagirdlər nə elədi? Bunun arxa ətrafları əmələ gəldi, sonra ön ətrafları əmələ gəldi. Ən sonda quyruğu itərək yetkin qurbağaya çevrildi. Ən son quyruq itdi. Yəni, dediyim kimi bu ardıcıllığı öyrənməyiniz lazımdır. Belə şagirdlər, bugünlük bu qədər. Testləri də işləməyi unutmayın. Sağ olun.